Qədr surəsinin bərəkətləri. 1. Dərdlərin dəvasıdır. İmam Sadiq əleyhissalam buyurur: Hər kimin dərdi varsa, yeni bir kuzə götürsün və ona su töksün və özü bu işi görsün. Sonra Qədr surəsini tərtillə 30 dəfə həmin suya oxusun. O sudan içsin və onunla dəstəmaz alsın və onun vasitəsilə üzünə və ayarlarına məs çəksin. Hər nə qədər bu sudan azalsa, o qədər ona əlavə etsin. 3 gün keçməz ki, Allahın izni ilə dərdi dərman olar. 2. Gözün görməsi. Hər kim Qədr surəsini suya oxuyarsa və həmin sudan içərsə, Allah onun gözündə nur qərar verər. 3. Rahat yuxu. İşa namazından sonra Qədr surəsini 15 dəfə oxuyun ki, gələn gecəyə qədər ilahi amanda olasınız. Hər kim yatmazdan əvvəl bu surəni 7 dəfə oxuyarsa, səhərə qədər amanda olar. 4. Duanın yerinə yetməsi. Hər kim Qədr surəsini oxuyar və sonra dua edərsə, duası lövh-i məhfuzda yerinə yetmiş yazılmış olar. 5. Günahların bağışlanılması. Hər kim Qədr surəsini vacib namazlarından birində oxuyarsa, carçı-car çəkər. Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı. Ona görə də əməllərinə başdan başla.